Salam hörmətli izləyicilər. Bugün də sizlərə börək daşı və ümumiyyətlə uroloji daşlar haqqında məlumat vermək istəyirəm. Urinar sistemimiz, uroloji sistem 2 börək, 2 ureter dediyimiz sidik axarları, sidik kisəsi və sidik kanalından ibarətdir. Ümumiyyətlə daş xəstəliyi həm börəklərdə, üst urinar sistem dediyimiz börəklər, sidik axarlarında, həmçinin alt urinar sistem dediyimiz sidik kisəsində də rast gəlinir. Börək daşı xəstəliyində daha çox bunun etiologiyasında duran amillərdə insanların xörək duzundan daha çox istifadə eləmələri, bir sıra metabolik pozğunluqlar, xüsusən proteinli, qırmızı ətdən çox istifadə olunması, bunun qarşılığında da gün ərzində qəbul olunan mayenin minimal miqdarda olması nəticədə gətirir urinar sistemdə, xüsusən börəklərdə daşların əmələ gəlməsinə gətirib çıxardır. Börək daşları bir neçə xüsusiyyətlərə sahib ola bilirlər tərkib etibarı ilə. Burada urat daşları ola bilər, oqzalat daşları ola bilər, sistin daşları ola bilər. Xüsusən uşaqlarda biz daha kiçik yaşlarda sistin daşları görürük ki, bu da sistinuriya dediyimiz bir vəziyyətlə əlaqədardır. Börək daşları ölçü etibarı ilə börəyin kasa-ləyən sistemini tamamən dolduran daşlar ola bilər. Biz ona stagorum daşlar deyirik. İngiliscə stagorum daşlar deyirlər və ya rus dilində karalavidin daşlar deyirlər. Bütün urinar sistemin, yəni börəyin bütün kasa-ləyən sistemini doldurur və ya da bir hissəsini doldurur, parsial olaraq doldurur. Ayrıca kasalarda olan bilən daşlar olur və ya sırf börək ləyəninin özünün daşı ola bilər. Bu durumlarda bizim daşın ölçüsü sıxlığı ilə əlaqədar olaraq bizim də müdaxilə şəkillərimiz dəyişə bilir. Ölçü baxımından 2 sm və daha üstün böyük daşlar üçün daha çox perkutan dediyimiz əməliyyatı, perkutan nefrolitotomiya dediyimiz əməliyyatı məsləhət görürük. Amma 2 sm-yə qədər olan daşlarda ekstrakorporal şok dalğa litotripsiyadan tutmuş, demək börəyin içərisində mikroperkutan əməliyyatı, nefrolitotomiya əməliyyatı və ya da flexible nefrolitotripsiya əməliyyatı dediyimiz aşağı uretradan girərək birbaşa börəyin içərisində xüsusi əyilə bilən alətlə, lazer vasitəsilə müdaxilələr planlaya bilirik. Bunlar tamamən dediyim kimi daşın ölçüsündən, yerləşmə yerindən asılıdır. Bəzən xəstələr bizə sual verirlər ki, telefonla danışanda və ya qiyabında danışdıqları zaman doktor məndə bu ölçüdə daş var, xüsusən ultrasəs müayinəsində aşkar olunub, mənə hansı tip əməliyyat olunmalıdır? Biz də onlara izah eləməyə çalışırıq ki, bu durumlarda bizim əməliyyat üçün qərar verməyimizdə tək ultrasəs müayinəsi yetərli deyil. Xüsusən börək daşlarında, sidik axar daşlarında əməliyyat üçün qərar vermək tək ultrasəs müayinəsi ilə olmur. Burada mütləq kompüter tomoqrafiyası müayinəsi olunmalıdır xəstəyə və bunun nəticəsində də biz aşkar eləməliyik daş börəyin yerləşmə yeri hardadır, lokalizasiyası haradır və sıxlığı nədir. Ona görə də, çünki sərt daşlarda kənardan ESVL dediyimiz ekstrakorporal şok dalğa litotripsiyası mümkün olmaya bilir. Çünki daş, sən ora litotripsiya üçün hazırlıq görürsən, amma daş qırılmaya bilər. Bunu biz öngörmə ehtimalımız var. Xüsusən də bunu kompüter tomoqrafiyası vasitəsilə biz bunu aşkar eləyə bilirik qabaqcadan. Kompüter tomoqrafiyası çəkiləndən sonra isə artıq daşın yerləşmə yeri, konfigurasiyası haqqında məlumatımız olur, qonşu orqanlar haqqında məlumatımız olur. Nəticədə biz böyük nefrolitotomiya əməliyyatı dediyimiz əməliyyatı icra elədiyimiz zaman börəyə kənardan bir şit vasitəsi ilə daxil oluruq, iynə vasitəsi ilə öncə daxil oluruq, sonra traktı genişləndirib, ora bir şit yerləşdirib, alətlə birbaşa börəyin içərisinə daxil olub, orada əməliyyat icra eləmiş oluruq. Ona görə də qonşu orqanların zədələnmələrini öngörərəkdən mütləq dalaq, qaraciyər önündə hər hansı bir bağırsağın olması haqqında məlumatımız mütləq şəkildə olmalıdır. Ona görə kompüter tomoqrafiyası müayinəsi bu durumlarda başlıca rol oynayır. Sidik axarı daşlarına gəldikdə isə sidik axarının üst hissəsində proksimal daşlara ola bilər ki, biz görək və distal dediyimiz aşağı hissəsinin daşlarını görə bilərik. Bunun üçün də mütləq endoskopik müayinələr icra olunur. Daha əvvəllər bunlar açıq əməliyyatlara tabe tutulurdu. İndi isə
endoskopik lazer metodları ilə biz bunları aradan qaldıra bilirik. Sidik kisənin daşlarında isə etiologiya fərqlidir. Burada prostat vəzinin adenomasına bağlı olaraq, yəni yaşlı kişilərdə xüsusən 60 yaş və üzərində olan insanlarda prostat vəzinin adenomasına bağlı olaraq sidiyin axışqanlığında problem yaranır və nəticədə sidik kisəsində göllənir. Nəticədə daşın əmələ gəlməsi üçün bir şərait yaranır. Etioloji faktor olaraq. Gənclərdə əgər biz daş görürüksə, bunlarda sidik kisənin əzələvi hissəsinin, xüsusən detrusor əzələsinin zəifliyi, neurogen sidik kisəsi dediyimiz durum ola bilər ki, bu da yenə də sidik kisəsində durğunluğa gətirib çıxardır və daşın əmələ gəlməsi üçün şərait yaranır. Və bəzən isə üst urinar sistemdən, yəni həm ureter kanallarından, həmçinin böyrəklərdən daşlar yuvarlanıb gəlib sidik kisəsinə düşə bilir. Çıxmadığı təqdirdə bəzən böyük daşlar gəlir, düşür oraya, uretradan xaric ola bilmir, qalır sidik kisədə, üzərinə daha da daş yığıntılar yığınaraq həmin daşın ölçüsünü artıra bilir. Bu durumlarda da endoskopik əməliyyatlar icra olunur, sistolitotripsiya dediyimiz əməliyyat icra olunur. Bəzən çox böyük ölçülü daşlarda açıq əməliyyatlara da sidik kisə əməliyyatlarını icra eləmiş oluruq. Amma etioloji faktor mütləq xəstələrə başa salınmalıdır. Etioloji faktor dediyimdə, yəni daşın əmələ gəlmə səbəbi nədən ibarətdir? Bunu biz xəstəyə başa salıb, ondan sonra digər müalicələrimizi icra eləməliyik. Məsəl üçün, əgər yaşlı bir xəstədə prostat vəzinin adenomasına bağlı daş əmələ gəlibsə, həm daş xaric olmalıdır sidik kisədən, eyni vaxtda prostat vəzin enuklyasiya əməliyyatı və ya tur əməliyyatı icra olunmalıdır. Yoxsa etioloji, yaradıcı faktor orada qalmış olsa, təkrarı daşların əmələ gəlməsinə səbəb olar. Və ya neurogen sidik kisəsi varsa xəstədə, buna daimi olaraq kateterizasiya başa salınmalıdır xəstəyə. Əgər bunlar olunmazsa, o daşların əmələ gəlməsi yenə də mütləq şəkildə olacaqdır. Bunu bilməyinizdə fayda var. Ümumiyyətlə, daş xəstəliyini yekunlaşdırsaq, daşlar da insanlarda sidikdə yandırma, göynəmə, sidikdə qan şikayətləri ilə, tez-tez sidiyə getmə şikayətləri ilə bizə müraciət edirlər. Əgər sizdə belə bir şeylər varsa, xüsusən də maye qəbulunu az eləyirsinizsə, duzlu yeməklərdən çox istifadə edirsinizsə, çoxlu ət, qırmızı ət xüsusən istifadəçisinizsə, o zaman sizdə bir daş xəstəliyi olması mümkündür. Ona görə mütləq uroloji mütəxəssislərə, uroloq həkimlərə müraciət etməniz lazımdır. Təşəkkür edirəm.